Şagirdlər, gəlin buraxılış imtahanlarının birinə düşən suallardan birinə baxaq. 21-ci suala. Bizə deyir ABC üçbucağında BM 13-dür. Bura 13 və CM 27-dir. Burada 27. Ümumi ABC üçbucağının sahəsi 200-dür. Biz bilirik ki, üçbucaqların, yəni üçbucaq iki yerə bölünübsə, hər hansı xətt vasitəsilə tənbölən, median və s. ola bilər. Bu, ixtiyari bir xətt ola bilər. Onların tərəflərin nisbəti sahələrin nisbətidir. Deməli, S AMB bölünsün S AMC. Yəni bu sahələrin nisbəti bunların tərəflərin nisbətinə bərabərdir. Yəni 13-ün 27-yə nisbəti olacaq. Və mən bunu K-la qəbul edirəm. Və mən bilirəm ki, SABC ümumi üçbucağın sahəsi bu iki üçbucağın sahələri cəminə bərabərdir. Yəni SAMB üstə gəlir SAMC. İndi 200 verib ümumi sahəni bərabərdir. Biri 13K'dır, digəri isə 27K olacaq. 40K bərabərdir 200, K da bərabərdir 240-a bölsək 5. Bizdən nəyin sahəsini istəyir? AMB-nin. SAMB bərabərdir neçə K'dır? Baxın bu hissə. 13K. 13 vurulsun K'mız da 5'dir də. Bərabərdir 65 santimetrin kvadrat. Cavab 65 kvadrat santimetr.